Bir də xahiş edirəm, 8 martda nə alsız arvaduza deyirəm də, bəzi kişilərə deyirəm. O nümayiş etdirməyin, o görməmişlikdir. Birinin varıdır, birinin yoxudur, bir qızı alıblar, bir qızı almayıblar, bir qadına hədiyyə veriblər, birinə verməyiblər. O qadın, qoy boynu bükük olmasın. Başa düşürsünüz? Pərt olmasın da, yəni evdə və yaxud da kişilər, o hədiyyə ala bilməyən kişilər qadınların qabağında boynu bükük qalmasın, pərt olmasınlar. Bunu düşünün. Nə aldınız, nə elədiniz, onu evinizdə eləyin kamera çəkmədən. Siz nə bilirsiniz ki, o elə insanlar ki, arvadına villalar alır, nə bilim, milyonlar bağışlayır, amma onu göstərmir. Çünki o, gözü toxdur, görüb o. Göstərən nəsə görməmişdi, görməmişlər. Sonradan görənlər də, o bilirsiniz ki, sonradan görmür. Bir misal var, amma mən demirəm. Kufşin məsələsi. Ay sağ ol, kufşin, qüdrətin kufşini məsələsi. Kufşin çıx. Eləməyin belə ədəbsizliyi, belə tərbiyəsizliyi etməyin. Görməmiş olmayın, görməmiş. Söz var, adam hacı olar, kişi olar. Valla, əsl kişilər belə eləmir. Mən bilirəm ki, əsl yaxşı kişilər heç vaxt göstərmir də. Çünki bunun olanı var, olmayanı var, kasıbı var, dövlətlisi var. Məsəl üçün deyirəm də. Yəni, gəl hamımızın biz düşünək. Xanım var, yoldaş var, sevgili var, çüvixo var. İndi bilməm də kimə nəsə almışsansa ona apar ver, o bilsin, bir də sən bil, bir də Allah bilsin. Olar elə bir şey. Onu nümayiş elətdirənlər, cəmaatın gözünə soxanlar, sosial şəbəkələrdə onu göstərib yayanlar, şampunçiklar, görməmişlər, dişofkalar, çuşkalar, qıcılar və yenə qıcılar. Qıcılar, 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 ay qıcılar. Qıcı da başımıza bir bəla oldu. Neyniyək ki, bir çarəsi yox. Göstərməyin. Yaxşı? Baxın da, dedim sözümü.